Salam, hər vaxtınız xeyirli olsun dəyərli müdavimlər. Mən Sərvinaz Vəlizadə. Bu gün sizlərə 2025-ci il təsviri incəsənət fənnindən MİQ imtahanına düşmüş bir sualı sizinlə bölüşürəm. Sualımız belədir. Biri Sakit Məmmədovun yaradıcılığına aid deyil. A variantı. O ətraf mühiti tükənməz rəng zənginliyi ilə görən rəngkardır. Ümumiyyətlə, Sakit Məmmədovun mövzusunu oxuduqda biz bu cümlə ilə orada rastlaşırıq. Ətraf mühiti tükənməz rəng zənginliyindən görən rəssam Sakit Məmmədovdur. Yəni, bu cümləmiz doğrudur. Bizə aid deyil. Daha doğrusu, bizə aiddir. Sakit Məmmədova aiddir. B variantı. Şərqin dərin fəlsəfi düşüncəsini gətirdi. Bəli, Sakit Məmmədov yaradıcılığına Şərqin fəlsəfi düşüncəsini gətirmişdi. Bu variantı da silirik. Yəni, bu variantı Sakit Məmmədov yaradıcılığına aiddir. C variantı. Palitrası daha çox ilıq noxudu rənglə, dolğun mavi çalarları, zeytun yaşılı, tünd qəhvəyi rənglərdən ibarətdir. Sakit Məmmədovun əsərlərinə nəzər yetirdikdə biz bu rəngləri orada görürük. Ümumiyyətlə, bu cümlə özü də bu mövzuda bizə verilib. Yəni, bu variantımız da doğrudur. Silirik. D variantı. Rəssam əsərlərində süni detallardan qaçıb, inandırıcı dolğunluqla obraz açır. Bu cümlə bizə Fərhad Xəlilov mövzusunda verilib. Fərhad Xəlilov çəkdiyi mənzərələrdə süni detallardan qaçıb, bizə inandırıcı dolğunluqla obrazları açır. Yəni, Sakit Məmmədovun yaradıcılığına aid olmayan variantımız D variantı olacaq. Y variantına da nəzər yetirək. Klassik və müasir üslubun sintezi. Bizim mövzumuzun adı Sakit Məmmədov, klassik və müasir üslubun sintezidir. Sakit Məmmədov özü də klassik və müasir üslubu birləşdirən, sintez edən bir rəssam olduğuna görə, mövzunun adı da belə getdiyinə görə, təbii ki, bu da Sakit Məmmədovun yaradıcılığına